Salam uşaqlar, bugünkü dərsimiz 20-ci əsrin əvvəlində Azərbaycan mədəniyyətidir. Təhsil və elmlə başlayaq. 20-ci əsrin əvvəlində çarizmin təhsil siyasətində ruslaşdırma siyasəti davam etdi. Bu dövrdə ölkəmizdə qızlar üçün Rus Azərbaycan məktəbi yaradıldı. Daha sonra Tağıyevin qız məktəbinə baxaq, 1901-ci ildə başa çatdı. Bakıda Tağıyev öz vəsaitlə pansion tipli ilk Rus müsəlman qız məktəbini açdı. Məktəbin açılmasında Zərdabinin də xidmətləri olmuşdu. Məktəbin ilk müdürü Hənifə xanım Məlikova, yəni Zərdabinin həyat yoldaşıdır. Bu məktəb milli təhsildə mühüm mərhələ oynamakla yanaşı, ölkədə bu tipli məktəbin açılmasına başlanğıc oldu. Pansiyon tipli məktəb nə idi? Məktəb şagirdlərin bütün gün orada qaldığı qapalı tədris müəssisəsidir. Burada şagirdlər ancaq bazar günləri evlərinə getməyə icazəsi var idi. Azərbaycan Tağıyev qız məktəbləri qadın pedaqoji kadrların yetişməsində mühüm rol oynamışdı. İndi Azərbaycan Tağıyevin fəaliyyətlərinə baxaq biz. Teatr binasını açdırdı 1883-cü ildə, iç qız məktəbini açdırdı 1898-1900-də. Əsasən 1901-də də bayaq dediyimiz məktəb açıldı. Azərbaycanlılar ilk qızlar məktəbini açdıranlardan biri olmuşdu. Mərdəkanda yoxsul uşaqlar üçün internat məktəbi tikdirilmişdi. Gənclərin xaricdə təhsil davam etdirmək üçün vəsait ayırmışdı və Bakı şollar suyun çəkilməsində mühüm rol olmuş və buna da nail olmuşdu 1917-ci ildə. Azərbaycan müəllimlərinin birinci qurultayına baxaq. 1906-cı ildə Həsən bəy Zərdabi və Nəriman Nərimanov sədrliyi ilə Azərbaycan müəllimlərinin birinci qurultayı keçirildi. Qurultayda aşağıdakı təkliflər irəli sürülmüşdü. İcbari İbtidai təhsilin keçirilməsi, təhsilin ana dilində aparılmasıdır. Qurultayda hər kəsin pulsuz təhsil alması prinsipi əsasında proqramda qəbul olunmuşdur. Azərbaycanda məktəb islahatlarının genişləndirilməsinə baxaq. Qurultay Azərbaycan müəllimlərinin milli məktəblərlə bağlı vəzifələrin həyata keçirilməsinə səfərbər etdi. Təsəvvür edilməz ən mühüm vəzifə milli dili tədris edən kifayət qədər müəllimin hazırlanması idi. 1912-ci ildə məktəb islahatına baxaq. 1912-ci ildə məktəb islahatına əsasən şəhər məktəbləri sistemində yeni məktəblər yaradıldı. Yeni məktəblər nə idi? 4 illik idi və 3-4 sinifləri ibtidai məktəblərinin sonrakı pillərinə təşkil edildi. Dərslərin mövzuları üzrə, yəni fizika, təbiət, coğrafiya, riyaziyyat, tarix dərsləri keçirilirdi. Məktəbləri uğurla bitirənlər orta məktəblərini müvəffiq siniflərinə daxil ola bilərdilər. Təhsil kursları bitirənlər isə vərəqə dilindən imtina verib peşə texniki məktəblərə də müəllimlər seminarına daxil hüquqları da malik olmuşdular. Şimali Azərbaycanda tətbiq edilən məktəb islahatlarına baxaq. 1829-cu il ibtidai dövlət məktəbləri, yəni qəza məktəbləri açılmalı idi. 1872-ci ildə bütün qəza məktəbləri 6 illik pullu şəhər məktəbinə çevrilirdi. 1874-cü il kənd əhalisi üçün ibtidai məktəblər, yəni xalq məktəbləri yaradıldı və 1912-ci ildə şəhər məktəblərinin sistemi əsasında yeni tipli, yəni 4 illik məktəblər yaradıldı. Cənubi Azərbaycan isə təhsildə yenə də məktəb və mədrəsələrdə keçirilirdi. Ana dilində məktəblərin çoxluğu Təbrizdə idi. Rüşdiyyanın vətən dili dərsi əsasında ana dil fənnində tədris olunurdu. 20-ci əsrdə Azərbaycan görkəmli elm xadimlərinə baxaq. Müasir biologiya, təbiətin və təbiət şünaslığına əsasını qoymuş Həsən bəy Zərdabi bu sahələrdə nailiyyətlərini davam etdirirdi. Bundan əlavə Əhməd bəy Ağaoğlu, yəni Ağayev var idi. Parisin, yəni əsasında Fransanın Sorbonne Universitetində təhsil almışdı. Rusiyada, yaxın və orta şərqdə, Qərbi Avropada şərqşünas, ədəbiyyatşünas, İslamşünas, tənqidçi, publisist, alim kimi tanınırdı. İslam dininin hər bir millətin inkişafına, tələblərinə uyğun gəldiyini sübut etmişdi. Əli bəy Hüseynzadə var idi. Dünya ədəbiyyatının, fəlsəfə və dini dinlərinin biricisi idi. Şərq və Qərb ölkələrində şöhrət qazanmışdı. Peterburq Universitetinin fizika, təbiət fakültəsini, daha sonra İstanbul Universitetinin tibb fakültəsini bitirmiş, professor adını almışdı. Ərəb, fars, ingilis və alman dillərində bilirdi. Əsərləri sosiologiya, tarix, fizika, təbiət, ədəbiyyat, fəlsəfə, psixologiya, dilçilik, etnografiya və arxeologiya məsələlərinə əsaslanan bir əsərləri var idi. Bundan əlavə Şahtaxtinski var idi. Tarix, şərqşünaslıq, etnoqraf idi. Sorbonne Universitetində təhsil almış, ərəb, fars, rus, fransız və alman dillərini öyrənmişdi. İbrahim Ağabəkirov var idi. Coğrafiyaçı və hərbi topoqraf üzrə mütəxəssis idi. İndi 20-ci əsrin əvvəlində elm və mətbuata baxaq. Coğrafiya tarix dairində əsərlər var idi. Qafur Rəşid Mirzədədənin Qafqaz coğrafiyasına dair kitabları nəşr olunmuşdu. Rəşid bəy İsmailovun Qafqazın tarixinə aid kitabı nəşr olunmuşdu. Firdun bəy Köçərlinin 20-ci əsrin əvvəlində Azərbaycan ədəbiyyatı tarixinin elmi əsaslarına örməsində başlanğıcı Azərbaycan ədəbiyyatı tarixi adlı yeni yaranan elmin əsasını qoymuşdu. 20-ci əsrin əvvəllərində mətbuat da inkişaf etmişdi. 1905 və 7-ci ildə 1-ci Rus inqilabı dövründə Şimali Azərbaycanda aşağıdakı qəzet və jurnalları nəşr olunmağa başlamışdı. Həyat, İrşad qəzetləri, Füzat, İşıq və Molla Nəsrəddinin jurnalı idi. İşıq jurnalı hətta qadın jurnal da deyilirdi. Şərqi Rus qəzetinə baxaq 1903-cü ildə Tiflisdə nəşr olunmağa başladı. Azərbaycan mətbuat tarixində mühüm mərhələlər təşkil edən jurnalistika öz başlanğıcını bu qəzetdən götürmüşdü və Şahtaxtinskinin Rədat qırılı Azərbaycan dilindən nəşr olunurdu. Həyat qəzeti var idi 1905-ci ildə Bakı şəhərində nəşr edilməyə başlamışdı. Fəaliyyətində iştirak etmək üçün Qafqaz, Krım, Kazan və Ufadan mətbuat işçiləri dəvət olunurdu. Milli mətbuatın inkişafında mühüm rol oynamışdı və xalqın intellektual ziyaların mətbuat vasitəsi kimi
birləşdirməyə çalışırdı. Molla Nəsrəddin jurnalı var idi 1906-cı ildə. İlk dəfə Tiflisdə, sonra Bakı və Təbrizdə nəşr olunmağa başladı. Jurnalın baş redaktoru Cəlil Məmmədquluzadə olmuşdu. Molla Nəsrəddin jurnalı Şimali Azərbaycanda Rusiyanın türkçülü xalqlar arasında həmçinin yaxın şərqdə satirik mətbuatın əsasını qoymuşdu. Demokratik fikir inkişafı mühüm rol oynamışdı. Müsəlman şərqində Rusiyada oxucusu çox idi. Hətta Avropada abunəçiləri var idi. Molla Nəsrəddinlər ədəbi publisistik məktəbinin təşkili onun adı ilə bağlı idi. Kaspi qəzeti var idi. Azərbaycan yazıçısı və publisistləri Cənubi Qafqaza mərkəzi Rusiya mətbuat orqanı rus dilinə çıxış edirdilər. Qafqaza ən kütləvi təsirli mətbuat orqanı olan Kaspi qəzetinin bu sahədə mühüm rolu olmuşdu. Kaspi qəzeti 1980-də nəşr olunduğu Azərbaycan Tağıyevin qəzetinin naşirliyi öz üzərinə aldığı və qəzet ətrafında Ağayev, Topçubaşov, Zərdabi, Hüseynzadə kimi ziyalılar toplaşdığı Məhəmməd Ağa Şaxtarxtinski burada məqalanın çap olunduğu haqqında məlumat da vermişdi hətta. 1915-də Müsavat Partiyasının Açıq Söz qəzeti də nəşr etməyə başlamışdı. Bütün bu qəzet, jurnal, cəmiyyətlər milli şuurun oyanması və milli dövlətçi ideyaların yayılmasına, Azərbaycanda demokratik fikrin inkişafına mühüm rol oynadı. Bakı milli mətbuatının inkişafı, Bakıda milli mətbuatının inkişafı Cənubi Azərbaycanda bu sahənin inkişafına təsir göstərdi. Təbrizdə Azərbaycan türkçəsində 20 adda qəzet və jurnal nəşr edilməyə başladı. Dövrdə onlardan biri də Azərbaycan adlı satirik jurnal idi. Bu jurnalın milli şuurun oyanmasına mühüm rol oynamışdı. 20-ci əsrin əvvəllərində milli teatrda yüksək inkişaf mərhələsinə qədəm qoydu. Daimi teatr qrupları yaradıldı. Aktyorlar da formalaşmışdı. Bunlardan kim idi? Məsələn, Hüseyn Ərəblinski istedadlı rejissor və teatr təşkilatçısı idi. Teatr tarixində milli səhnənin ilk peşəkar aktyoru olmuşdu və 1916-cı ildə Net Milyonlar Səltənəti adı ilə Azərbaycan bədii filminin çəkilməsinə iştirak etmişdi. Zöfər Qaziyeva var idi. Azərbaycanın ilk qadın aktrisası olmuşdu. Şövkət Məmmədova var idi. İlk qadın müğənnisi, yəni operası olmuşdu. 1908-də Bakıda Hüzeyir Azbelinin Leyli və Məcnun operasının tamaşa qoyulması ilə müsəlman dünyasına ilk opera əsası qoyuldu. 1909-da bəstəkar Müslüm Maqamayevin başlı tamaşaya qoyduğu Şah İsmail operası isə musiqi sənətimizin qızıl fonduna daxil edildi. 1909 Şimali Azərbaycandan gedən aktyorların köməyi ilə Təbrizdə ilk teatr tamaşaya qoyuldu və ilk teatr göstərildi və 1916-da teatr ilk binası Təbrizdə tikildi. 20-ci əsrin əvvəlində Azərbaycanın tanınmış rəssamları var idi. Bunlardan kim idi? Bəhruz Şəngərli, Azərbaycanın birinci peşəkar rəssamı idi və Tiflisdə rəssamlıq məktəbini bitirmişdi. Əzim Əzimzadə var idi, satirik qrafikanın görkəmli nümayəndəsi idi. Molla Nəsrəddin jurnalına karikaturalar çəkmişdi. Yeni realist təsvirin sənətinin, yəni satirik qrafikası kimi yeni janrın meydana çıxması və inkişafı Molla Nəsrəddin jurnalının və bilavasitə ilə bağlı idi. Əzim Əzimzadənin onun ən böyük nümayəndəsi olmuş idi. 20-ci əsrin əvvəllərində memarlığa baxaq. Musa Nağıyevin İsmailə binası, Tağıyev və Muxtarovun sarayları tikilmişdi və Təzəpir məscidi inşa olunmuşdu və Bakı şəhərinin dənizkənarı hissəsində bulvarda abadlaşdırılmağa aparılmışdı. 20-ci əsrin əvvəllərin mədəniyyəti mövzusu bu qədərdir. Hər il qəbula düşən bir mövzulardandır. Yəni ümumi mədəniyyət, daha çox bu mədəniyyətlərdən istifadə olunur. Xüsusi diqqət verək, güclü oxuyaq bu hissələri. Ümidvaram bu dərsdə sizin üçün faydalı olacaqdır. Sizə uğurlar arzulayıram.